Yasamal rayonu Yeni Yasamal yaşayış masivində bədbəxt hadisə baş verib. Park alında olan avtomobil sürücünün diqqətsizliyindən dəriyə yuvarlanıb. Bu barədə teleaparacı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dəriyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində olub. Belə ki, bir saylı mikroavtobus minik maşını ilə toqquşub. Qəza nəticəsində 42 yaşlı Tamilə Orucova və Zahirə Bayramova müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onların müalicəsi davam edir.